Salam, əziz dəyərli izləyicilər, hər birinizi xoş gördük. Biz bugün sizinlə fe'lin hissəcikləri haqqında danışaq. İdi, imiş, isə hissəcikləri haqqında danışaq. İdi, imiş, isə hissəcikləri nəinki fe'lə, digər nitq hissələrinə də qoşulur və fe'lin şəkillərinə də qoşulur və zaman deyil, amma zaman məzmununu ifadə edir. Şərt deyil, amma şərt məzmununu ifadə edir. İdi, imiş, keçmiş zamanı, isə şərt məzmununu ifadə edir. Baxaq formalarına. İdi D şəklində 4 variantlı şuhudi keçmiş şəkilsinə oxşuyur. İmiş mış şəklində yenə də nəqli keçmiş. İsə sa formasında şərt şəklinə oxşuyur. Amma şərt deyil. Bəs onlar fe'lin şəkilləri ilə necə əlaqələnirlər? İndi buna da diqqət yetirək. Yazdı. Fe'lin əmr şəkli heç birini qəbul eləmir. Yəni, əmr şəkli nə idini, nə imişi, nə də isəni qəbul eləyir ki, heç birinə əlaqə yaratmır bunlarla. Fe'lin xəbər şəklinə baxaq. Burada şuhudi keçmişi yazmışam. Niyə şuhudi keçmişi yazmışam? Çünki fe'lin xəbər şəkli idini də qəbul eləyir, imişi də qəbul eləyir, isəni də qəbul eləyir. Məsələn, yazacaqdım, yazacaqmışam, yazacaqdımsa qəbul eləyir. Amma şuhudi keçmişi nədən yazdım burada? Çünki şuhudi keçmiş idini də qəbul eləmir, imişi də qəbul eləmir. Yəni, burada şuhudi keçmişi fərqləndirək. Lazım şəkli hər üçün qəbul eləyir. Yazasıydı, yazasıymış, yazasıysa. Arzu şəkli yenə də yazaydı, idini qəbul eləyir, yazaymış, imişi qəbul eləyir. Arzu şəkli isəni qəbul eləmir. Vacib şəkli yazmalıyam, yazmalıydım, yazmalıymış, yazmalıyamsa qəbul eləyir. Şərt şəkli də idini qəbul eləyir, yazsaydım, yazsaymışam və isəni qəbul eləmir. Niyə qəbul eləmir? Özü şərt məzmunundadır. Özü şərtdir, şərt məzmununu qəbul eləmir. Bu barədə də məlumat aldıq. İndi isə keçək idi, imiş hansı məqamlarda zaman şəkilçilərindən fərqlənir. Biz bilirik ki, Azərbaycan dili iltisaqi dillər prinsipinə əsaslanır. Bu dilin prinsipinə əsasən də, yəni dilimizin morfoloji xüsusiyyətlərinə görə fe'llərə nizam ilə düzülən şəkilçilərin sırası, ardıcıllığı var. Fe'llərə ilk olaraq növ şəkilçiləri qoşulmalıdır. Niyə növ şəkilçiləri? Çünki bu növ şəkilçiləri ki var, məchul, məlum, qayıdış, məlum şəkilçiləri yoxdur. Qarşılıq, birgəlik, icbar və şəxssiz növ. Bu növ şəkilçiləri fe'ldən fe'l yaradaraq leksik şəkilçilər sayılır. Ona görə də fe'li kökünə və ya leksik şəkilçidən sonra qoşulan hissəsinə birinci qoşulan qrammatik şəkilçi inkarlıq şəkilçidir. Məsələn, oxuma, bir də ki, oxunmadım. Oxu məlum növdədir, oxunmaq məchul növdədir. N burada leksik şəkilçidir. Fikir verirsinizmi? Yəni, birinci sözə qoşulan, istər başlanğıc formasına, istər də fe'lin özünə qoşulan inkar şəkilçisidir. Yəni, inkar şəkilçisindən sonra zaman şəkilçisi gəlməlidir. Sıra ilə belədir. Zaman şəkilçisindən sonra da şəxs sonluğu gəlməlidir. Əmr şəkli bilirsiniz ki, zaman şəkilçisi yoxdur. O əmr şəkli belə yaranır. Fe'lin başlanğıc forması və ya fe'lin özü, inkar şəkilçisi, sonra şəxs sonluğu. Zaman şəkilçiləri də bu ardıcıllıqla, fəqət zaman şəkilçilərinə idi, imiş qoşulur və necə olur? Fe'lin kökünə birinci qoşulur, dedim ki, inkar, ondan sonra zaman şəkilçisi, ondan sonra idi, imiş hissəcikləri, ondan sonra şəxs sonluğu, isə şəxs sonluğundan sonra fe'llərə qoşula bilir. Bu ardıcılığı bilmək üçün bəzən maq şəkilçisindən də istifadə edirik, yəni məsəl şəkilçisindən. Yazmaq. Yazmaq sözündə bilirik ki, yazdı. Yenə də burada yazdı sözündən əvvəl, zaman şəkilçisindən əvvəl olan hissəni biz maqla məsəllə işlədə bilirik, yəni başlanğıc formasında. Yazmaq, düzdürmü?
Ondan sonra burada zaman şəkilçisinin, D-nin zaman şəkilçisi olduğu asanlıqla bilinir. İndi bir də var ki, yazırdım sözünə baxaq. Yazırdım sözündə ır şəkilçisi var, bu zamandır. Bir də D şəkilçisi var. Bunların hansının birinin hissəcik olduğuna diqqət eləyək. Burada yazırmaq deyə bilərik, deyə bilmərik. Ona görə də zaman şəkilçisindən sonra gələn hissəcikdir. Yəni idinin ixtisarıdır. Daha başqa cür izah edək. Bir sözdə iki zaman heç vaxt ola bilməz. Yazırmaq, yazırdım sözü indiki zamandadır. Amma D orada hissəcikdir. Hissəcik olduğundan da bir söz iki zamanda ola bilməz. Bəs hissəcik hansı zaman, hissəcik qəbul edən söz hansı zamandadır? Elə birinci hansı zamandadırsa, yəni indiki zamandadırsa, indiki zamanda da qalır. Sadəcə indiki zamana keçmiş məzmun ifadə edir. Bu belə. İndi baxaq bəzi sözlərdən hissəciklərin məqamını izləyək. Baxaq hissəciklər burada hansı sözlərdə necə formada qoşula bilirlər. Düzdür, çoxu mənimlə razılaşmır, amma yazmışmışam sözünə baxaq. Yazmışmışam. Bundan niyə başladım bu sözdən? Çünki burada iki mış şəkilçisini eyni məqamda görərək yazmışdım. Belə də yazıram. Yazmışam. Belə də yazıram. Baxaq, yaz feildir. Yazmış sözə birinci qoşulub zaman şəkilçisidir. Yəni inkar yoxdursa, inkardan sonra birbaşa zaman qoşulur sözə. Yazmış idim, idinin ixtisarıdır. M da şəxs onluğudur. Yazmış, yenə də yazmışmışam. Bayaq dedim, bir söz eyni zamanda iki dəfə zamanda ola bilməz ki. Ona görə də burada yazmış birinci mış zaman şəkilçisidir, nəqli keçmişdir. İkinci imişin ixtisarıdır. Sonra da şəxs onluğu sözə qoşulur. Yazmışammış. Burada isə imişlə şəxs onluğu yerini dəyişir. Belə məqamlar ola bilir. Mən bayaq dedim ki, idi zaman şəkilçisindən sonra işlənir. İmişin ixtisarımış şəxs sonluğu ilə yerini də dəyişə bilir. Düzdür, zaman şəkilçisindən sonra da işlənə bilir. Amma şəxs sonluğu ilə yerini dəyişə bilir. Yəni, bu məqamlara nə etməliyik? Fikir verməliyik. Yazır, amsa. Fikir verək. Yazıram, yazır indiki zamandır. Am şəxs sonluğudur. Sa isə şəxs sonluğundan sonra da nə edə bilir? İşlənə bilir. Yəni feilin hissəcikləri sözlərə bu ardıcıllıqla qoşulur. Yazacağamsa, fikir verin, yaz köktür, acıq gələcək zamandır, yazacağam şəxs sonluğudur, ondan sonra sa isənin ixtisarıdır. Eyni zamanda bu şəkilçilər sözlərə bitişik və ayrı da yazıla bilir. Gəlin baxaq. Bu da sözün sait və samit olması məqamından ortaya çıxır. Yəni, saitlə bitib, samitlə bitməsindən yaranır. Yəni, sözün sonu saitlə bitibsə, o zaman ayrı da yazıla bilər, bitişik də yazıla bilər. Məsələn, gəlməliymiş ilə bitişir. Gəlməliymişəm. İmiş, məsələn, ayrı yazıldı buradan. Və yaxud samitlə bitirsə, hər zaman bitişik yazılır. Eyni zamanda ayrı-ayrı nitq hissələrinə də qoşulanda idi, imiş ayrı yazılır. Lakin bəzən folklor nümunələrimizdə biri vardı, biri yoxdur. Əslində burada vardı sözündə var idi. İmiş, idinin ixtisarıdır. Var sözündə zaman ola bilməz ki. Yəni, biz bilirik ki, zaman şəkilçiləri feilə qoşulan şəkilçilərdir. Bir neçə misalda da fikrimizi ifadə edək.
Oxuyası, oxuyasıdırsa. Baxın, oxuyasıdırsa feildir. Azsı lazım şəkili. Oxuyasıdırsa şəxs sonluğudur. Sa ondan sonra şəxs sonluğundan sonra qoşulub. Sözə qoşulub. İzahlarımız bu qədər idi. İmiş hissəciklərini yalnız bu ardıcıllıqla çox rahat ayırt etmək olur. Videomuzu bəyənin, abunə olun, siz də bizimlə olun. Belə rahat izahlar sizin üçün gəlsin.